Salam. Birinci akademi olaraq sizlərə fiziki tərbiyə fənni üzrə hərəkə qabiliyyətlərə aid bəzi testlərin izahını vermək istəyirəm. Yazır. Kürəyi qatış istiqamətində startlar hansı hərəkə qabiliyyəti inkişaf etdirir? Biz bildiyimiz kimi qısa məsafələrə qaçışlar sürət hərəkə qabiliyyətini inkişaf etdirir. Sürət hərəkə qabiliyyətinin özünün 3 komponenti var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qaçış sürəti. İndi biz burada açar məqam hardadır? Deyirik ki, kürəyi qaçış istiqamətində startlar. Bu startlar sözü olan zaman biz deyirik ki, hərəkətin reaksiya tezliyidir. Və istisnalar da var ki, məsələn, məsafə güzəştləri ilə startlar, məsafə güzəştləri ilə startlar, maili qaçış yolunda sürətlənmələr startlar, maili qaçış yolunda sürətlənmələr startlar, bunlar istisnadır. O zaman onlar olur maksimal qaçış sürəti. Yalnız kürəyi qaçış istiqamətində startlar, o zaman deyir ki, hərəkətin reaksiya tezliyi olur.